Herkese selamlar dostlar. Bugün sizinle birlikte bir günlük vlog çekməyəm. Burada da qeyd etdiyim kimi yeni açılan bir mağazaya gəlmişik. Yəqin ki çoxunuz artıq bu mağazanı tanıyırsınız. Burada sepləri falan göstərirəm sizə və bu videoda çoxunluq üstdən səsləndirmə olacaq. Çünki videoya uyğun yaxşı bir mahnı tapa bilmədim. Dostlar, bunu da qeyd edim ki, bu vlog çox qısa bir vlog alındı və vlogun içində daha çox hələ bu marketdə çəkdiyim hissələr mövcuddur. Amma mən yenə də vlogu yükləmək istədim. Ümid edirəm ki, bəyənəcəksiniz. You know how to cause I see the first thing. Never even know me, but always right. Never tried to compromise. Dostlar, mən bunu axtarırdım, amma mənim telefonum mavidir. Bu ona getməyəcək. Maalesef. Bu çox qəşəngdir, çox şirindir. Bu da estetik. Hamı səsində bir baxanda estetikdir. Böyle qəşəng oyunlar var. Belə lövhə də var. Peluş. Belə kapibaralı skoş. Dostlar, vloglarda marketləri göstərməyim sizə maraqlı gəlir, da maraqsız gəlir. Onları yorumlarda qeyd edərsiniz. Və dostlar, biz gəldik evə. Nənəmgildəyəm. Biz evə gəldikdən sonra qonaqlar gəldi, yemək yedik. Hələ də qonaqlar buradadır və mən istədim ki, sizə aldıqlarımdan bir iki şey göstərim. Telefonu tutacağa qoymayacağam, çünki yaxşı görsənmir belə olduqda, tutacaq görsənir. Ona görə də yəni əlimdə belə videoya davam edəcəm. İlk öncə belə bir şüşə stəkan aldım. Belə kokteyl falan içmək üçün süd, bu tip şeylər. Əslində mən bunu çoxdandan istəyirdim, amma heç bir yerdə tapa bilmirdim də. Belə şüşə pipeti də var bu şəkildə. Orada sizə göstərdim, hətta müxtəlif desəndə, rəngdə qəşəng stəkanlar da var idi. Amma mən yəni görən kimi direkt bunu götürdüm. Çünki dediyim kimi nə vaxtdandır bunu istəyirdim, amma tapa bilmirdim. Eve gələndən paketi açıb heç baxmamışam. Sizinlə birlikdə baxacağam, yoxlayacağam aldıqlarımı. Sonra belə cavablardı. Bunları niyə göstərirəm? Heç bir fikrim yoxdur. Belə. Sonra belə sep götürdüm. Belə bu seplər müxtəlif desəndə seplərin qarışığıdır. Belə bir şeydir. İndi qarışıq görsənir, lakin taxanda yəni düzəldəcəm, onda qəşəng görünəcək deyə düşünürəm. Belə çox qəşəng belə kovdələsi var. Belə. Bu şəkildə. Son olaraq da bunu göstərmək istəyirəm. Belə, çünki çox sevdim də mən bunu. Belə qara köynəkdir. Yəni də elə bir şeydir, yayda geyinmək üçün məncə çox qəşəngdir. Bunun ağ rəngi də var idi, amma qarasını daha çox xoşladım. Qarasını götürdüm elə. Belə bu şəkildə. Belə digərlərdə paltar falan da çox da maraqlı olacağını düşünmürəm. Belə.